Salam aleyküm əziz dostlar. Şagirdin müəllimə silahla hücumu ilə bağlı sosial şəbəkələrdə paylaşılan videolarda şərhləri oxuyuram. Bəziləri yazır ki, uşaq narkomandır, narkotikdən istifadə edib. Ümumiyyətlə, mən bu haqda dəfələrlə televizorlarda da danışmışam. Kiminsə narkoman olub olmamağı ilə, narkotik istifadə edib etməməli ilə bağlı ancaq testlərlə və yaxud yoxladıqdan sonra qərar vermək olar. Amma burada əsas problem mən düşünürəm ki, iqramaniyadır, oyunbazlıqdır və qruplaşıb oyunlar oynayıb, həmən oyunun təsirinə düşərək hər hansı bir səhv hərəkət edən yeniyetmələrimiz çoxdur. Yəni, bunun da hələ ki, belə deyim, alternatifi yoxdur. Düz aidiyyəti qurumlar, dövlət qurumları bununla bağlı cərimələr eləyir, bununla bağlı işlər aparır, həbslər də var. Amma bu ümumi həm də cəmiyyətin işidir, həm də əlbəttə ki, valideynlərin işidir. Bu haqda da danışmışam ki, elə valideynlər var ki, onların özünə tərbiyə verən lazımdır və yaxud elə valideynlər var ki, bütün gün işdə olur, uşağa vaxt ayıra bilmir və əsas məsələ, problem dəfələrlə danışdığım kimi qalır məktəbin üstündə. Məktəb tərbiyə verən orqan olmasa belə, təhsil verən orqan olsa da, məktəbdə psixoloqlar var və tərbiyə işlə üzrə direktor müavini var. Və bununla bağlı təlimlər keçib, hamısına yox əlbəttə ki, bəziləri var yaxşıdır, bilir, bəziləri var bilmir və onlara, belə deyim də, stimul yaratmaq lazımdır ki, onlar təhlükə anında həm də uşaqların WhatsApp qruplarıdırmı, Telegram qruplarıdırmı, dəxli yoxdur. Orada nəzarət edə bilsin, uşaqları da nəzarət edə bilsin. Və bununla hələ ki əlimizdə olan alternativ budur və bununla məsələni 30% da olsa həll etmək olar. Çünki qalan 50% valideynin üzərindədir və valideynlərdə də biz heç bir necə deyim, qadağa qoya bilməmişik və qoya da bilmərik. Çünki kimin evinin içində nə edir, o heç nəzarətə götürə bilməz. Sağ olun, minnətdarım.